Şəbnəm Tovuzlu ifa etdiyi toyda böyük qalmaqal yaşayıb. Qadın müğənni özünü toy sahibi kimi təqdim edən şəxslə mahnı ifa etdiyi məqamda ciddi mübahisəyə başlayıb. Buna səbəb həmin şəxsin Şəbnəmlə əl-qolla və sərt danışması olub. Müğənni bu davranışa sərt etiraz edərək söz gedən kişiyə ağır ifadələrlə cavab verib. Tərəfləri sakitləşdirmək mümkün olmayıb. Müğənni tanımadığı həmin şəxsə sənin həyat yoldaşın yazıqdır ifadəsi ilə odun üstünə benzin töküb. Əsəbləri soymayan Şəbnəm Tovuzlu mahnını yarımçıq saxladıb mikrofonu ataraq həmin şəxsə hədə-qorxu dolu ifadələr işlədərək restoranı tərk edib. Biz ancaq Reallıq TV olaraq həmin ifadələrin burada səsləndirilməsini qeyri-etik hesab edirik. Sözü gedən görüntüləri təqdim edirik. Sən həyat yoldaşın yazıqdır. Ne qədər savunarsan sanlara? Qəsərsi var, musiqiçi ilə, müğənni ilə, əsəbi ilə danışmaq olmaz. Mənlikdir. Lütfen, aynı sayı. Gel oyna olmaz. 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 Oxumalı beş oynamazsın. Gel düşünmə, məşğul ol. Yaxşı? Lütfen. Toy yəsin. Tanıyıb özün olabilir, toy yəsi olabilirsin. Ama ben səni tanımıyorum. Olmaz bu kadar agresif danışmak. Bilirsən niye mikrofondan deyirəm? Çünkü kişi belə qadınla agresif danışmaz. Əllə əllə